Salam aleyküm əziz dostlar. Bugünkü mövzumuz Alparslanın bizə deməyi ki, mali çəkişləri Muaviyə öldürüb deyərək Muaviyə şər atırsınız deyir bizə. Kim ki deyir ki, mali çəkişləri Muaviyənin göstərişi ilə öldürüb, kim deyirsə o şər atıb deyir Muaviyəyə. İndi bir yerdə baxacaq nəqillərə, görək ay Alparslan, şəri biz atırıq, yoxsa sən bizə atırsan? Birinci bu məsələni deməmişdən qabaq, sən niyə kitab oxumursan ki? Bir kitabları aç, oxu, sonra bizə irad bildir də, deyirəm, belə bir şey yoxdur. Deyirsən ki, elə bir nəqil yoxdur ki, ümumiyyətlə ki, Muaviyə göstəriş verir ki, mali şəxsləri öldürün. İndi mən sənə nəqli göstərəcəm. Bir yerdə də oxuyacaq. Ay haray salmışın ki, şər atırlar, Muaviyəyə şər atırlar. Baxaq da bir yerdə indi baxaq. Deməli, açırıq İbn-i Əsiri 3-cü cild, Hicri 38-ci il hadisələri. Hicri 38-ci il. Başlıq da budur. Amr ibn Əl-Asın Misrə hakim olması və Muhammed ibn Əbu Bəkirin öldürülməsi. Bu bölümdə mali şəxsləri çağıraraq Həzrət Əli yanına onu Misrə vali təyin eləyir. Bunun üzərinə, bu yerdən oxuyuruq. Bunun üzərinə mali şəxslər Misrə getmək üzərə hazırlıqlara girişmiş, ancaq bu sırada Muaviyənin ajanları durumu ona bildirmişlərdi. Muaviyəyə bildiriblər ajanlar ki, bəs Həzrət Əli onu Misrə təyin edib vali, bu da yola düşür. Muaviyə bu durumdan son dərəcə əndişə duymuş, çünki Mısırda gözü vardı. Mali şəxslər Mısıra varacaq olursa, Muhammed ibn Əbu Bəkirdən daha yaxşı bir şəkildə oranı yönətəcəyini bilirdi. Muaviyə bunu bilirdi. Bunun üzərinə Kulzumda bulunan, Kulzumdakı mali şəxslərin zəhərləndiyi yerdir, yerin adıdır. Kulzumda bulunan xərac görevlisinə, vergi yığan xərac görevlisinə xəbər göndərərək belə demişdi. Muaviyə belə deyir xərac görevlisinə. Mali şəxslər Misrə vali olaraq təyin edilmiş bulunmaqdadır. Əgər güc getirib də onu bəraət edərsən, həyatda olduğumuz müddətcə əsla səndən xərac almayacağam. Nə deməkdir ay Alparslan? Başqa cür dedi axı. Kim kimə şər atır indi? Sən bizə yoxsa biz sənə? Deyirdin bəs Muaviyə şər atırıq. Muaviyə burada deyir ki, ona güc yetirib aşırsan, aradan götürsən. Ömrümün axırına kimi səndən xərac alınmayacaq. İndi ardına baxaq. Bu yol kəsicilər Muaviyədən bu sözləri aldıqdan sonra Kulzuma gəlib orada iqamət etmişlərdi. Digər tərəfdən mali şəxslər də İraqdan çıxıb Misrə doğru yol almış bulunmaqdaydı deyir. Mali şəxslər Kulzuma vardığında sözü keçən həmin adam, xərac görevlisi onu qarşılamış və evində qonaq qalmasını təklif etmişdi. Yaxşı eşitirsən Alparslan? Mali şəxslər də təklifi qəbul edərək bu adamın evində qonaq qalmış və özünə bir yemək təqdim edilmişdi mali şəxslərə. Yeməyini bitirən mali şəxslərin içində zəhər qarışdırdıqları bir bal şərbəti içirmişlər ona, deyir. Mali şəxslər bunu içər-içməz olduğu yerdə ölmüşdü. Digər tərəfdən də, indi Muaviyənin xəbəri yoxdur, hələ Şamdadır. Digər tərəfdən Muaviyə Şam xalqına belə demişdi. Əli, mali şəxsləri Misrə vali olaraq təyin etmiş bulunuyor. Onun əleyhində bəddua ediniz. Gerçəkdən Şamlılar da hər gün mali şəxslərə bəddua edirlərdi, deyir. Nəhayət, deyir, mali şəxsləri zəhərləyərək öldürən adam Muaviyəyə gəlmiş, yaxşı eşit, Muaviyəyə gəlmiş, mali şəxslərin ölümünü xəbər vermişdi. Bunu eşidən Muaviyə məsciddə minbərə çıxaraq belə bir xitabda bulunmuşdu. Biliniz ki, Əlinin iki sağ qolu vardı. Birisi Siffində öldürüldü. Bununla bir Əmmar Yasiri qəsd edirdi. Digər qolu da bu gün kəsilmiş bulunur. Bu digər qol ilə də əşləri qəsd edirdi. Həzrət Əli də əşlərin ölüm xəbəri gəlib satır Həzrət Əliyə. Həzrət Əliyə də uğraşınca belə demişdi. İnnə lillah və innə ileyhi raciun. O bir çox kimsəyi mal sahibi qıldığı halda
özü heç bir şeyə sahib olmadı. Bu kimi adamlar, Mavi Şəklər kimi bir adamlar, əcəba hər zaman buluna bilirmi? Hər zaman ola bilər belə bir adamlar yəni. Yüksək qiymətləndirirdi o Nəzrət Əli. Əgər o dəmirdən olmuş olsaydı, deyir, bir paranga olurdu və əgər daşdan olmuş olsaydı, son dərəcə sərt və güclü olurdu. İşte deyir Həzrət Əli, ağlayacaq kimsələr buna bənzər adamlar üçün ağlarlar, deyir. İndi nə deyirsən, ay Alparslan, Maviyə şər atırıq, yoxsa sən bizə şər atırsan?